Tar kamança sədaları altında belə bir səhər yeməyi özü də cəmi 15 manata. Məncə bundan o tərəfi yoxdur. Bəli, bu set adambaşı cəmi 15 manatdır. Məkan isə çoxlarınıza tanış olan Nişantaşıdır. Bura tamamilə ailəvi bir məkandır və həm mənim, həm də izləyicilərin sevimli bir məkanıdır. Adambaşı 15 manata olan setlərə görə çox boldur, doyumludur və bol çeşidlidir. Belə ki, bu səhər yeməyində 3 növ isti yemək var. Pomidor yumurta, sucuqlu yumurta və kükü. Pendir və kalbasa asartisi bu setdə var. Özü də çox ləzzətlidirlər, keyfiyyətlidirlər. Xüsusilə burada dilimlənmiş pendir ilə nehrə yağının qarışımı olan bir məhsul var. O qədər bəyənirəm ki, heç bir məkanda da ondan yeməmişəm. Yəni super bir şeydir. Bundan əlavə setdə kartof fri, qızardılmış sosiska, French toast, yəni yumurtalı çörək, siqara börəyi, kreplər, dadına doyum olmayan, üzəri xırt-xırt, içi yumuşaq olan bubliklər. Bu bubliklər soyuq halında belə superdirlər. Qatlaşdırılmış süd, şokolad yağı, kəsmik, qaymaq, bal, mürəbbə, pomidor, xiyar və əlbəttə ki, çörək də, çay da bu setə daxildir. Məkan genişdir, 2 mərtəbəlidir, ayrıca kabinetləri də var. Şənbə və bazar günləri də tar kaman ifası olacaq. Mütləq gediləsi məkanlardandır. Aşağıda səhifələrini də qeyd edəcəm.